Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə buyurur, qadın, daha doğrusu şeytan, qadın cildində gələr və gedər. Ondan nəsə hiss etsən, get zövcəvə. O istədiyi sənə verər. Bu bir əlazdır evli olanlara. Evli olmayanlar üçün də, necə Allah Rasulü buyurur, oruc. Bir də ki, göz zinasında gərək insan vəsvəsəli olmasın. Nəinki bu məsələlərdə, başqa məsələlərdə də. Necə vəsvəsəli? Çünki insan gərək biraz rahat qəlbli olsun. Ola bilər sən yolla gedirsən, biri gəldi, keçdi, sənə günah olaraq nəsə yazılır, yazılmır. Çünki o sənin gözünün qabağından keçdi. Sən ona baxmadın. Amma ikinci dəfə dönüb baxsan, o artıq günahdır. Bəzi qardaşlar var, görmüşəm vəsvəsəçilik edir. Yəni az qala gözü yumlu gedir. Nə qədər vəsvəsəçilik edirsən, onda vəsvəsə çoxalır. Gərək müvasvəsə olmayasan, vəsvəsəçi olmayasan. Yəni, nə qədər vəsvəsə eləyəndə şeytan üçün qapı daha çox açılır. O bütün məsələlərdə belədir, nəinki o məsələlər. Hətta adi dəstəmazda. Adam var ki, dəstəmaz alanda başına məsələmiri, başını yuyur. Və elə bilir ki, nəsə, yəni quru yeri qalır. Nə qədər çox vəsvəsə eləsə, o qədər şeytanın qapı açılır. Ona görə gərək vəsvəsəçilik eləməyəsən. Yəni, rahat olasan. Gəlib keçdi, hətta məsələn, vəsvəsə məsələn, misal, göz zinasında, məsələn, biri gəlib keçdi, o saat deyir ki, əstəğfirullah. Lazım deyil. Ola bilər indi bir dəfə dedin, 2 dəfə. Sən əgər əstəğfirullah deməyə qalsa, onda gəlib bütün yol boyunca bu kəlməni deyəsən. Bu da gəlir, çıxarır vəsvəsəçiliyə və qapı açılır və insan nəfsi sıxılır. Ona görə yaxşı deyil belə. Və bu şeyin fərqində olmalısan ki, əgər gəlib keçsə, çünki sən küsənə gedirsən, bu əldən gələn hədisdir, əsərdir. O sənə günah olaraq yazılmır. Buna görə qəlbin rahat olsun. Buna görə, yəni birinci baxış üçün qəlbi rahat tut. İkinci baxış üçün əstəğfirullah deyə bilərsən. Çünki o artıq günah olaraq yazılır. Hətta göz zinası qəlbin nurunu öldürür. Qəlbin nurunu öldürür, göz zinası. Ümumiyyətlə, asiliklər fəhmi öldürür. Yəni, insan elmini zəiflədir. Hətta İmam Şafi rahiməhullah müəlliminə şikayət edir hifsinin zəifliyindən. O, İmam Şafinin şeiridir. Əl-Vaki' rahiməhullaha şikayət edir. O da nəsiyyət edir ki, elm bir nurdur, elm nurdur və Allah öz nuruna asi kəslərə əta eləməz. Ki, az günah ilə. Hətta sələflərdən biri deyir ki, deyəsən, göz zinasına aiddir. Ona görə neçə ay gecə namazından məhrum oldu. İxlasla.com saytı tərəfindən təqdim olundu.